Sahədə qaldığımız yerdən davam edirik. Deməli, nə edirik? IoT API-lərin qoşmağa başlayırıq. Yarın def H O əla mükəmməl. Bayağı bir iş görmüş belə baxıram burada biz. Bunda Bəli, belə keçən səfər getlə postdan müəyyən şeylər əlavə elədik. aha. Əla, super. Deməli, məncə postu tam bitirmişdik də, mənə elə gəlir, doğrudur. Və Get'i Geti də tam. bir qismini bitirmiş, yox, tam bitirməmiş Getdə əslində. Getdə hal-hazırda işlədiyini zənn eləyirik biz. Amma ki, belə bir situasiya var burada. Bu Get belə bir şey olacaq bir müddət sonra. Datalar o qədər çoxalacaq ki, hamısını birdən ala bilməyəcəyik. Ona görə pagination qoymalı olacaq biz bura. Okay? Pagination Bəli, bilsən nədir? Səhifələmə. Aydınmı? bəli, bəli, Ant dizayn açıram. Komponentlərinə keçirəm. Ant dizaynla işləyirik də biz, doğrudur. Nə edirik? bəli, bəli. Okey, bunu mən eləyə bir dəqiqə. Tamam. Əla. Bizdə postla işimiz bitmişdi. Demişdik ki, e, delete yazarıq. Düzdür? Delete Bəli. yazarıq demişdik. Sonra delete Editi asandır. yazın. Ona görə əslində update-ə yazaq. Ya update yazaq, sonra delete yazarıq. Oldu? Okey. Oldu. Update necə Bəli, olacaq, Murad? Update bunu ilə eyni olacaq. Sadəcə olaraq mən buna vuranda buna bənzər bir pəncərə açılacaq. Amma içərisi dolu gələcək. Dolu deyərkən, yəni buradakı datalar gəlib oturacaq bunun içərisində. Mən nəyi dəyişdirdim, save elədim, update olacaq. Okay? Tamam? bəli, bəli, Update putlandı, bax putlandı. Bütün datalar buradadır və mən nə edirəm? Məsəl üçün burada məndə bir dənə get datası olsun. Select eləyirəm. 6. Yox, bu 6-ları buradan belə tık 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 bunları şey eləyirəm, bütün dataları çəkirəm. Bax, burada 13 dənə data var. 14-cünün bax səthi sürəti budur, düzdür? Mən indi nə bəli, edirəm? Gəlirəm update açıram, update açıram. Bura ID yerinə yazıram 14, 14 burada. 14. Okey. Aydım oldu 14. Body'ye gəlirəm yazıram ki tık 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 tık. Okey. Save aydın. eləyirəm. 14-cünün badisi dəyişdi. Həqiqətən keçirəm bura. Vururam. 14-ün badisi var dəyişdi. Aydındır? Okey. Bəli, bəli, Deməli mənə nə lazımdır? Mən bu update metodum işə yarayacaq. Bu arada putla patch arasındakı fərqi sənə izah edeyim. Put görürsən, mən bunları dəyişməsəm belə, yenə də göndərməyə məcburam. Aydındır? Bax bəli, dəyişmirəm, amma göndərməyə məcburam. Bax fikir ver, görürsən? Okay. Bax vurdum. bəli, Dəyişmədim, amma məndən put elə bir bütün badini istəyir də, yəni override eləyə bilir bütün badini. Okeymi? Amma patch nədir? Patch tək-tək ala bilir. Aydındır? İndi burada bu arada aydın. put məni normalda məcbur eləməli idi. Prosto bu məcbur eləmədi. Okey. Amma normal şərtlər daxilində məcbur eləməlidir. Ola bilsin API-də nə isə şeydə gözdən qaçıb, amma məcbur eləməli idi put məni. Okeymi? Amma patch isə nədir? Tək-tək dəyişməyə icazə verilir. Okeymi? İndi başlayaq. Aydın. Başlayaq. İndi deməli bu update məsələm hazır. Yəni burada nə edəcəyimi bildim. İçəridən dataları yenə alıb posta kimi eyni qayda ilə geri qaytaracağam. Amma bəs necə olacaq ki, mən klik eləyəndə, buna klik eləyəndə və yaxud da buna klik eləyəndə bunun datalarını gətirəcəm. Hə. Burada da işime yarayır get metodunun ID'si. Get metodunun ID'sinə mən ID neçə versəm, tutaq ki, bura 14 versəm ID olaraq 14 send eləsəm iminlə 14-cünü gətirəcək mənə. Görürsən? Doğrudur? Bəli, 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 Okey, biz ötən səfər homepage-in içərisində belə bir şey yazdıq. Dedik edit open. Edit Open-a vuranda data bizə göndərir. Bu data əslində bu data verilən elementin ID-sidir. Görürsən?
Verilən Bəli, elementin bəli. ID-sidir. Deməli biz bura data demirik. Bura bir dənə ID deyirik elə. Burada ID deyirik. Yəni deməli bizim ID-miz neçədir? Bizim ID-miz Ctrl S klik edirik. ID-miz neçədir? Buradan klik elədiyimiz elementlər. Tamammı? Bəli. Okey. Əla. Mən bu ID-ni buradan götürəcəm. İndi burada bir dənə bunun birəbir eynisini yığmalıyam da, düzdür? Bunun birəbir eynisini yığmaq üçün nə edirəm? Insert-i kopyalayıram. Sadəcə nə qoyuram adını? Update. Update. Okey. Adını update qoyuram. Və içərisinə də bura nə yazıram? Update. Update. Bunun da aşağıdan da bunu da update eləyirəm və gəlirəm bura. Haradaydı bu? Buralarda bir yere insertdir bura. Update. Update'i burada çağırıram. Okey. İndi update'in insertdən kiçik bir dənə fərqi var. Kiçik bir dənə fərqi var. Nədir? Insertlə birəbir eynidir, amma bir dənə əlavə olaraq ID propsu da qəbul eləyəcək. Aydındır? Deməli, insertdən eynidir, amma bir dənə nədir? ID propsu da qəbul eləyəcək. Biz burada belə də eləyə bilərik. ID də qəbul eləyə bilər, amma ki, eyni zamanda data da qəbul eləyə bilər. Hansını istəyirik, onu qoyacaq. Mən bura nə qoyuram? On close-dan qabaq ID qoyuram. Mən ID qoyuram təmiz tutmaq üçün buranı. ID-ni ötürürəm update-in içinə. Hansını update eləmək istədiyimi buradan bu ID vasitəsilə təyin eləyəcəm. Tamam? Okey? Bəli. Bəli, bəli. İndi mən nə edirəm? Belə bir şey eləyəcəm. Buradan ID-ni aldıqdan sonra bura bir dənə use effect qoyacağam. Use effect və bunun içərisinə əslində belə eləyim. Use effect yox, əslində indi bura metod qoyacağam. On open. Bax bura on open. Prosta on open-dən qabaq ki belə eləyək. ID-ni hələ ki qoyaq bura, o tərəfdən göndərək, sonra şey eləyərik. Deməli, keçirəm bunun sonuna, insertin sonuna. Bax, on close, burada bir şey var da, open var, open insert, bura indi update yazıram. Bu openləri dəyişəcəm artıq, Murad. Deməli, openləri, bunları bir dənə belə eləyirəm. Rahat şey eləyə bilim deyə də, idarə eləyə bilim deyə. Okey. Bax, show draw. Show draw deyilən bir şey var. Bu nə işə yarayır? Show draw. Bir dəqiqə. Show draw nə işə yarayır? Set Açıq open. bağlamaq Hə, üçün. belə eləyir. Bu data ilə işimiz yoxdur. Normalda bax open insert. Open insert. Set open insert. Okey. Tamam mı? Insert Bəli, ilə bağlı olan şeylər də bunlar düzdür. Doğrudur. Buraya bəli, bəli. işimizi show draw belə eləyək də. Open insert elədik. Əslində open insert elədik. Burada yazırıq ki show insert. Bura belə deyilir. Show insert. Close insert. On close insert. On close insert. Okay. Edit open. Onda bunu niyə belə? Show niyə deyirəm ki, buna insert open yazım da buna. Olmaz. Metodlarda kiçik dəyişikliklər eləyirəm. Okey mi? Bildin necə? Elə bil. Insert Bəli. open. Tamam. Insert open nə edir? Insert open əlavə et düyməsinə klik olunanda çalışır. Bax, bura klik olunanda insert open çalışır. Tamam. Okey. Bəli. Və nə edir? Insert open'ın içərisində nə var? Set open insert. Bax, set open insert'i true elədi. On close-a baxaq. Set open insert'i də okey, nə elədim? False elədim. Tamam.
On close inserti də gətirirəm. Hara əlavə eləyirəm? Bax, bura əlavə eləyirəm. Okey? Tamam? Okeymi? Bəli. Sonra buradan insert open yerləşdirdik. Bunu da yerləşdirdik. Editlə işimiz yoxdur. On delete ilə işimiz yoxdur. Bura ilə görək burada nə var? Edit open. Hə. Okey, demək olar ki, buralarla işimiz yoxdur. Tamam. İndi nə etdik? Deməli, on insert hə, bax, open insert. Open inserti də bax bura göndərirəm insertin içərisinə. Hal-hazırda hər şey qaydasındadırmı görək? Nədir bu? On clause is not defined. Deyir, on clause is not defined. Hə, buradakıdır bax bu. Hələ ki update ilə işim yoxdur. Görək elə işləyirmi? Əlavə et. Yazıram 1, 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 1. Göndər. Hə, de buradadır. Əlavə olundu. Heç bir problemsiz işləyir. Okay. Insert heç bir problemsiz işləyir. İndi update-ə baxırıq. Klik elədim, 15-i göndərdi bura. Görürsənmi? Aydındır. İndi mən update-i düzəldirəm. Update-də belə deyirəm. Yuxarıda bir dənə dəyişən təyin eləyirəm. Eyni ilə bu qaydada. Yazıram ki, open update. Okay. On open update. Tamam mı? Okay. Sonra ne Bəli. edirəm? Bunu buradan götürürəm, atıram bura. Open update buradadır. On close bax burada on close düzdürmü? On close insert doğrudur. Keçirəm bura. On close update. On close update'i buradan çalışdıracağım. Bir dənə də eyni kopyasını yaradacağım bunun. Okey mi? Elə bir update üçün yaradıram da. Bildin necə? Biz On update-i də indeksin içində yığası olduq müəllim. Çünki update-ə əlavə səhifə açmışdıq. Yo, update'in body'si orada olacaq bax. Update'in dataları, open'i falan bunun içindədir. Amma body'si geridədir bax. Update'in özü buradadır bax. Hələ bura gəlməmişik. Biz hələ update'i açıb bağlamağı düzəldirik. Başa Ha, düşdün? aydın. Başa düşdüm İndi bəli. aha. On close insert on close update. Sonra nə deyirik? Set open update. Set open update'i deyirik bu close olanda çək bura. On close bax nə deyirik? Set open update'i false elə. Yox. Set open insert. Bu yox, bu insert. Insertlə işimiz yoxdur. Update'i burada close elə, get data elə. Okay. Bəs burada neynə? Edit. Edit open, update open. Deməli burada da nə yazırıq? Edit open yox, update. Update open. Deməli bu update open'i onda hara qoymalıyıq? Gətirib bir şeylərin içinə qoymalıyıq. Hara? Bax bura qoymalıyıq. Və bura edit open'i, update open'i yerinə qoyduq. Okay, bax dəyişdik də elə bir burada bildin. Şeyin içində, kolumun içindəki doğru çağırılsın da, doğru formada çağırılsın. İndi nə etdik? Update open'ı çalışdırdıqda, görə işləyirmi? Start elədik. Hə, aşağıda bir dənə on close update. On close update. İndi baxaq, bax. Murad. Klik elədim 15, 14, düzdür? İndi belə bir şey eləyəcəm. Bax, klik elədikdən sonra bizim buradakı harda? Bax, bunun içərisində belə bir şey yazılacaq. Set open update bərabərdir true. Okey mi? Tamam. Set open Bəli. update bərabərdir true. Klik elədim, bax açıldı. Əlavə et. Amma indi əlavə et açılmır əslində. Update açılır. Bax, yazırıq. Dəyiş nə deyirik buna? Edit nə Düzəliş redaktə. et. Düzəliş et. Düzəliş et. Redaktə et. Redaktə et. Redaktə et. Bax, əslində bax. Bunlar fərqli səhifələrdir ya. Fikir versən, bax bu səhifə fərqli Bəli. səhifədir, bu fərqli səhifədir. Aydındır? Okey, fərqli səhifələrdir tamamilə. Aydındır? Okey? Bəli. Tamam. İndi belə bir şey eləyəcəm Murad. Deməli,
Close-anı, close da buradadır. Hələ ki close-la bir xüsusi bir problem yaşamır. İndi neyini? Update açdıq. Buradakı ID var. Bu ID-ni də göndərməliyik bunun içərisinə. Bax buradan. Əslində o ID fikir ver. Burada indi mən belə bir şey yazacağam. Constant on open. Əslində bu on open nədir? Bax bunun özünün metodu var. Driver'ın özünün open metodu var. On open. On open deyilən bir metodu var driver'ın. Murad. On open metodu əslində daha doğrusu eventi var. Bu açılanda mənə elə bir şey gətirir də, elə bir data qaytarır da, elə bir bax, elə log salam. Bax elə bir açılanda mənə orada şey verəcək. Bir dənə fikir ver bax. Nə oldu bu? Yox. On open onda olmasın. Belə eləyirik. On şey neydi o? Visible. On visible. Bir dənə baxaq. Driver. Driver idi da mı? Bəli, driver idi. On visible olmalıdır. Bir dənə baxın. Eventlər bölməsinə baxaq. Aha. Must close. After open change. Ha, after open change. Baba. After open change. Görək elə. After open change. Bu after open change bizə belə bir şey qaytarmalıdır. Status. Buradan da bir dənə statusa baxaq. Status. Bu status bizə bunun açıq ya da bax, bunun metod şey dəyişəndə open bunu belə kopyalayaq. Metodu qoyduq bura. After open change-in işi nədir? Bax, açılanda bizə true qaytarır. Bax, bağlananda false qaytarır. Fikir verirsən, bax bura. Açılanda true qaytarır, bağlananda false. Elə bir after open change nədir? Deyir ki, bunun şey dəyişəndə də, belə deyim də, change-i dəyişəndən sonra, yəni daha doğrusu open açılma statusda, yəni statusu dəyişəndən sonra bir event çalışdırır. Görürsən, bax bu eventi. O Bəli, eventdə bizə bir dənə status qaytarır. Əgər açıqdırsa bu status true olur, bağlıdırsa false olur. Aydındır? Okay? aydın. Tamam. Əla. Açıqdırsa truedur, bağlıdırsa false. Deməli bizə nə lazımdır? Bunun açıq olduğu hal lazımdır. Bu açıqdırsa yazırıq if status true'dursa, true'dursanı bərabərdir true da deyə bilərik və yaxud da statusu bu formada da yoxlaya bilərik də true olub olmadığını. Aydındır? Okay? Bəli, True'dursa bəli. neynə? Buradan ID gəlib. Log ID-ni al. ID vergül ID. Həmin o ID-ni alır. Hal-hazırda indi ID bizə gəlməyəcək əslində. Refresh elədik, klik elədik, bax ID undefined gəlir. Əslində ID-ni bura klik eləyəndə mən alıram. Amma bu açılandan sonra ID-ni görmürəm. Başa düşdün? Niyə Bəli, görmürəm? Çünki burdan mən bax home-un içindən, update-in içinə ID-ni göndərməmişəm. Başa düşdünmü? Aydındır? aydın. Bunun Bəli, iki yolu var. Ya biz istifadə eləyərik context API-dan, doğrudur, ya da istifadə eləyərik props drilling-dən. Mən props drilling istifadə edəcəm. Yəni ID-ni buradan props-la ötürəcəm bunun içinə, buradan da props-la alacağam. Tamam? Okay? Onda nə bəli, edirəm? Qalxıram bəli. yuxarıya. Yazıram ki, update ID. Update ID. Set update ID bərabərdir. Heç nə yoxdur. İçində nulldır. Update ID-ni də buradan götürürəm. Gəlirəm update-in içinə ID olaraq göndərirəm. Okeymi? Bəli, Ki, update-in içinə göndərdim. Keçirəm. Bu open olanda bax hələ də işləmir. Bax fikir ver, hələ də işləmir. Fikir versənmi? Bax açılır, hələ də işləmir. Açılır, hələ də işləmir. İndi mən undefined gəl görsən, indi nə edəcəm? Open update olanda bax bura, burada ID var, görürsən, bax bu ID. Bu ID-ni bəli. belə yazıram. Yazıram ki, set update ID
Bunlar böyük hərflə yazmamışam. Yox, yazmamışam. Bunu böyük hərflə yazdım. Set update ID bərabərdir oradan gələn ID-yə. Səliqəyə saldım. Bax, artıq nə baş verəcək? Mən bunun üstünə klik elədim. ID gəldi yerinə. Görürsən? Bax, klik Bəli. elədim. ID gəldi yerinə. Əla. Bura qədər sual varmı? Xeyr, sual yoxdur. Okey. İndi nə edirik? Update ID-ni aldıq. Düzdür? Update Bəli. ID-ni aldıqdan sonra burada nə etməliyik? Verilən get API-na ID-ni paramsı, ID paramsı olaraq göndərməyimiz lazımdır ki, datanı oradan ala bilək. Aydındır? Və datanı Bəli. oradan ID-ni ala bilək. Bunun üçün nə edirik? Gəlirəm bunun içərisinə, bax bura. Yazıram Axios nöqtə get URL-imizi bir dənə təyin eləyirəm. URL-im budur, bax, URL-im budur. URL-imi götürürəm. Vergül qoyur. Əslində bax belə də eləyə bilərəm. URL-i götürərəm bax bu formada, yapışdıraram bura. Sual işarəsi ID qoyaram. Əslində bax şablon burdadır. Bax fikir ver. Şablon Bəli. burdadır. Bax bunu gətirərəm bax bu formada. Yapışdıraram bura. 14-ün yerinə belə bir şey deyərəm. ID deyərəm. Nöqtə den deyərəm. Bunun içərisindən bir dənə status gələr, bir də data gələr. Və o gələn status və dataya görə log deməli data vergil status. Və gələn status və dataya görə mən əməliyyat apararam. Refresh elədim. Bax, klik elədim. Sorğu getdi. Bax, data da gəldi, status da gəldi. Fikir versən. Aydındır? Bəli. İki. Okey. Amma bunu bu formada göndərəndə nə baş verir? Burada çox olarsa paramsların sayı, 2-dən 3 dənə paramslarda, bax belə olarsa, okey, bax belə olarsa, bunu dinamikləşdirə bilməyəcəyik biz. Əlavə kod yazmalı olacaq bunun üçün. Onun üçün nə edirəm? Mən deyirəm ki, sorğu olaraq elementim budur. İkinci olaraq belə bir şey qoyuram, yazıram params. Paramsın qarşısına blok açıram, yazıram ID. 2 nöqtə ID. Okey. Elə bir key və value şəklində. Key value şəklində göndərirəm. İndi bir dənə run edib düyməyə basaq görək nə gəlir. Eyni element gəlməlidir. Vurdum. Bax, data gəldi. Deyə bilərsən də baş verdi. Buradakı ID, bax Murad, bu ID-ni gəl belə eləyək. ID belə yazaq, bax Murad. Niyə bunu yazıram? Bunu ona görə yazıram ki, bu sol tərəfdəki 2 buradakı ID-dir, bax bu ID-dir. 2 olan ID-dir. Bəli. Qarşısındakı ID isə yuxarıdakı ID-dir. ID update, bax budur. Başa düşdün? Aydındır? Ya Başa deyirəm düşdüm. ki, bu key-ə bu dəyəri göndər. Okey? Tamam? Aydın. Bəli, bəli. Refresh eləyirəm. Vururam, açıldı. Hə, bunu başqa necə göndərə bilərik? Mən adətən belə qarışıqlıq olmasın deyə ID-ni oradan göndəririk, bu formada göndəririk, işləyir. Ya da ki, əksər halda belə göndəririk. Bir dənə ID yazanda key-də ID qoyur, volume-da ID qoyur. Başa düşdün? Aydındır? Bəli, bəli. Vurdum, açıldı mı? Açıldı. Əla. Bura qədər problem varmı? Xeyr. Məncə yox. Okey, neynirəm? Göndər, göndər sözünü də yenilə yazıram. Göndər sözünü də yazdım yenilə. Əla. İndi bunun üstünü gələn dataları, gələn qiymətləri buna mənimsətməyim lazım. Bax, gələn qiymətlər buradadır. Orta sürət, səthi sürət, tarix. Okeymi? Bəli. Neynirəm bura? Gəlirəm. Datanı aldıq axı, düzdür? Datanı Bəli. aldım. Bu datanın içərisində də nöqtə data var da. Nöqtə data var əslində bu datanın içərisində. İndi nə edirəm? Keçirəm bura. Yazıram. Əgər status bərabərdirsə 200, nə baş versin? Eynisini burada da yazmışdıq da, bax 201. Bəli, Xatırlayırsan? bəli. Burada da status 200 nədir? Uğurludur deməkdir. Status Bəli. bərabərsə 200 və 200-dürsə, neynə? Burada formumuz var bizim. Bax görürsən forum. Okey.
Forumun içərisi forum nöqtə set fields. Bax, set fields belə bir şey var. Okay, gəl görək nədir? Ant design, ant designda elə bir fieldləri indi biz indi oraya yerləşdirəcəyik. Value şəklində də bir dənə qoş edək. Hardadır bu forum? Hı -hı. Ctrl E, set fields. Bax, set fields value var bir dənə. Bax, fikir ver. Bax, set fields value. Bir budur. Okay. Bu necə işləyir indi göstərəcəm. Set fields özü var. Key value şəklində işləyir. İndi biz nə edirik? Deməli, bir dəqiqə burada set fields value nümunələri yoxdur bunun. Belə eləyək. Set fields and design. Bax belə. Set fields var. Burada əslində AI özü bizə göstərəcək. Bax buradan nümunəsinə baxaq. Bax. Key value şəklində gedir də elə bir. Bax bir dənə fikir ver bura Murad. Elə bir JSON təyin edirsən key value. Key value şəklində. Bizim formumuzun bax set fields value yazıram. Set fields value. Əslində burada data nöqtə data yazsam, o datalar gedib oturacaq ora. Bir dənə baxaq görək, həqiqətən otururmu? Olmasa bir-bir əllə təyin edəcək. Run elədim, deyə bax oturdu bura. Görürsən? Fikir versən bunu. Aydın. Aydın. Bəli. Necə baş verdi? Gəl indi ona baxaq. Əslində set data yazanda bu necə olmalıdır normalda? Normalda bax birinci buradan data nöqtə datanı da yazdırın konsola log data nöqtə data. Görək data nöqtə data nədir birinci? Birinci bunu təyin etməli. Data nöqtə data əslində bax belə bir JSON-dır. Görürsən Murad? Orta sürət, səthi sürət və nə tezlik. Bu valyular nədir? Səthi sürət, orta sürət, tezlik. Elə bir bax buradakı orta sürətin qiymətini aldı, bura qoydu, səthi sürətin qiymətini bura qoydu, tezliyin qiymətini aldı, bura qoydu. Aydındır? Amma bizim Aydın. fərz eləyək ki, burada gələn keylərlə, buradakı keylər fərz eləyək ki, üst-üstə düşmür. Belə olan halda bəs nə baş verəcək? Üstə düşməyə bilər də, düzdürmü? Bəli, onda biz keçən səfər 2-yə ID vermişdik. Hə, indi bax belə eləyəcəyik. Gəlirik bura, bax, gəlirik bura, JSON açırıq, yazırıq. Birinci formun şeyi nədir? Səthi sürət. İkinci nədir? Ay orta sürət. Üçüncü nədir? Tezlik. Düzdür? Gəldik, yapışdırdıq bura. Okay. Tamam. Qarşısına value'ların veririk. Misal üçün, bunun value'su hər birinə belə bir şey mənimsətməsini istəyirəm. Bax indi, mən neçə mənimsətməsini istədimsə, onu mənimsətəcək. Bir dənə fikir ver. Bax görürsən, hamısında 1, 2, 3 mənimsət. Bəli. Yəni, mən əslində belə də deyə bilərəm. Datanın içindəki data nöqtə səthi sürət eynisin bu birisilər üçün də qoya bilərəm. Belə də deyə bilərəm. Orta sürət və tezlik. Əslində şablonu qorumağın faydası bilsən nədir? Bir sətrə bir çox şeyi həll edə bilirsən. Bax elə, okey, gördün yenə də işlədi. Əslində mən bayaqları nə etmişdim amma şablon API-ın və strukturun bir-birini tamamən tamamladığına görə data yazanda avtomatik olaraq nə baş verir? Özü götürür lazım olan elementləri lazımi yerlərə mənimsədir. Aydındır? Bax, klik elədim, mənimsətdi. Başa düşdün? Yəni bir sətri həll etmək var, bir də 5 sətri həll etmək var. Hansı daha yaxşıdır? Əlbəttə ki, bir sətri həll etmək. Düzdürmü? Klik elədim, datalar gəldi, oturdu. Bağladım, klik elədim, datalar gəldi, oturdu. Hə, indi bir dənə burada bir şey var. İndi bu bağladın məsələsi var. Mən bunu bağlayanda, əslində o burada da var, bax Murad. Klik eləyirəm, insertdə də belə bir problem var. Klik elədim.
Klik elədim, yazdım, burada yazdım. Bağladım, təzədən açdım, yazdıqlarım qalır orada. Amma bağlananda itməlidir də. Göndərə vuranda itir də əslində, düzdür? Bəli, Doğrudurmu? bəli. Amma normalda bağlananda itməlidir. Bunun qarşısını almaq üçün əslində insertdə gəl bunu düzəldək, bu boşluqdur. On close var ya burada. Görürsən? Bax burada. Bəli, bəli. On close hardan gəlir? On close yuxarıdan gəlir də, düzdür? Doğrudurmu? Belə bir Bəli. şey edirəm. Gəlirəm, yazıram ki, belə bir şey yazaq. Bağlandığı anı tutmaq istəyirəmsə, on close-u və yaxud da burada iki cürün göstərəcəm. Burada başqa şey göstərəcəm. Insert-də başqa bir şey göstərəcəm. Update-də başqa. Oldu? Okeymi? O, On bəli. close-da belə bir şey deyirəm. Constant on close bura in yazıram. In yan daxili də oldu drawer. Drawer qoyuram elə. On close drawer. Okey, bərabərdir. Bax, belə bir şey yazıram Murad. Deyirəm ki, on close burada bax belə bir şey olsun. On close bunu çağırır. Okey, bax belə. Elə bir bu on close bunu çağırır. Bu da yuxarıdan gələn on close-u çağırır. Tamam mı? Okey. Aydındır. Tamam. Bəli. İndi nə baş verəcək? Bax hələ. Açdım, yazdım, bağladım, açdım, yenə oradadır, düzdür? On close-un Bəli. içində burada bir dənə çağırdığım reset var. Form.reset, field reset, düzdür? Onun eynisini burada da çağırıram, bax. Burada da çağırıram. Görək nə baş verəcək. Refresh elədim, açdım, içərisini doldurdum. Okey, bağladım, silindi. Fikir versən? Okey, bağladım, Bəli. silindi. İndi də artıq finishin içərisini təmizləmək istəyirəmsə, buna ehtiyac yoxdur. Artıq zaten bağlananda özü o nə olacaq? İşləyəcək, şey olacaq. Belə deyim də bu işə düşəcək. Baxaq görək həqiqətən şey olurmu? Mən vurdum, yazdım, göndərdim, bağlandı. Əlavə elədim. Oy, bir dəqiqə. Tamam. On close. On close sırf o bağlananda işləyir. Okey. Tamam. Onda burada da qalması lazımdır. Burada da qalması lazımdır. Okey. Finish'in içində də qalması lazımdır. Vurdum. Burada məndə şey var, extension var. Bununla doldurdum. Aha. Rəqəm yazmamışıq ona görə. Göndərdim. Getdi düşdü. Vurdum. Bağlandı. İndi tamam. Bu formada elədim. Bağladım. Açanda təzədən itdi. Okey. Əslində bu tərəfdə düzəltdik. Bir üsul bu. On close-u bu formada eləmək. Aydındır Murad? Okey. Bəli. Bir üsul. Bəli, bəli. Insert-i bağladım. İkinci üsulu göstərirəm. O after change open var ya, bax, after change open. Görürsən? After change open-ın gəlirəm else alın yazıram. Yəni bunun bağlandığı halı. Okey. Bağlandığı halda belə yazıram. Forum nöqtə reset fields. Deyirəm ki, bu bağlanırsa neynə? Resetlə formu. Açıram. Açdım, doldurdu, bağladım. Açdım, doldurdu, bağladım. Bax, fikir ver, açanda boş gəlir. Fikir versən, gördün? Bəli. Elə bir açanda və bağlayanda elə bir hər dəfə özü resetləyir oranı. Fikir verdinmi? Aydındır? Bəli. Elə bir bunun else halında reset elədim. Bu daha rahat yoldur. Görsən 2 dənə 3 dənə yerə yazmağa ehtiyac yoxdur. İndi birazdan indi burada yazmayacağam. Aydındır? Birazdan indi bunu da siləcəm. Okeymi? Tamam? Bəli, bəli. Bəli. Buraya qədər sual var? Xeyr, sual yoxdur müəllim. Okey. Deməli belə eləyirik. Burada belə bir situasiya var ki, deməli açdıq, bir dənə başdan keçim. Açıldı data, datanı çəkdik. Çəkəndən sonra doldurdu içərisinə, yenilədik. Yenilə düyməsinə vuranda, indi yenilə düyməsinə vuranda nə baş verir onu göstərək. Yenilə düyməsinə vuranda əslində update-in içərisi var. Bunun içərisi işləməlidir. Bir şey deyim Murad. Bilmirsən nə qədər qalıb vaxta? Çünki istəmirəm ki. Məndə telefonda göstərən yer bilmirəm hardadır müəllim.